Niyə hələ tövlə Dərbənd? Gəldim bu ya eşəklərin payçı idi. Mənim öz adım, yaxın. Rəhmaye, Müzəyyəti Kazımı. Mücərrəd. Evlənməmişəm. Əmmədən Mücərrəd. xaladan vardı veyiş. Allah çağır. Hacan neçə ildir bu işdəsiz? Mən 58 ildir bu işiyəm. 12 yaşımdan gəlmişəm bu işə. Məni getdi böyük yaşım qoydu bu işə. Deyə Hacı Yusufa, əti sənin sümüyü bizim. Mən bilmədim nə mənə. Soya bildim ki, baba, hər nəyə siz eləyin də. Bizə qəbuldur. Əybabın qeydaş var idi. Gördüm mən işə çox əlaqəm var. Onun dərinə baxıram, bir baxalı var, nə var öyrəşməyim. Yəni gəldim iş öyrətməzlər. Mən qeydaşı yol deyəcək, aşağı verəm sənə. Səhər 6-da gələcəksə, axşamda biz gələcək havadan, bir dəfə bir qeyti düzət də. Mən bir gün tiyəsini topladım, bir gün xəlqəsini topladım. Bir dəfə 3 gündə mən bir daha qeyçiyi qutardım. Dedim Hacı Yusuf, bax bu nədir qeyçidir? O vaxt deyir, çox gözəl qeyçi, bu haydaydı. Deyim Hacı, mən düzəltmişəm. Elə mənə bu cür deyir, ha vaxt düzəltmişəm bunu. Allah eləmə. Nə mənələr cürlüsüz və nə mənələr təmir edirsiniz? Biz məsələn ət maşını bıçağı oldu, meyvə katdan bıçağı oldu. Məsələn zərbəyə şeylər oldu, bu da itildə. Yuha bıçağı düzəldər, səngəl düzəldər, xap bıçağı düzəldər, yuha qeyçisi düzəldər. Bura Təbrizdə üstörtülü bazarda tövlə Dərbəndində çarşı neçədir? Çarşı 2-dir. Niyə hələ tövlə Dərbənd? Gəldim bu ya eşəklərin payçı idi. Çayvansaya idi, eşəkləri kətdən gələtəyə burada saxlaydılar, yüklərini boşaldardılar, gedərdilər. Soya ki, İnqilabdan bu yana da eşəkdə tapılmadı. Bəli. Maşın çoxaldı. Maşın çoxaldı, motor çoxaldı. Da bu ya da bu bazar elədilər.